Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Hər kəsə dəstək üçün təşəkkür edirəm. Allah hər kəsin təsərrüfatına bərəkət versin. Maşallah olsun, çəpişlərimiz artıq yavaş-yavaş hərəkətlənirlər, özlərinə gəlirlər. O doğumdan sonrakı şoku üzərlərindən atırlar artıq. Demək, bu gün sizlə nəyi bölüşmək istəyirdim? Ümumiyyətlə, bu yeni doğulan çəpişlərə necə qulluq eləməliyik, biz nə eləyirik, nətər qulluq eləyirik və nələr eləyək ki, maksimum az bir fəsadla mövsümü keçirək. Burada əsas məsələ ən ciddi yeni doğulan balalarda qarın ağrısıdır. Onun da qarşısını nətər ala bilərik? Sağ olsun bir nəfər qardaş məsləhət gördü, bir dərman var. O dərmanı biz istifadə elədik bu il. İndi onu sizlə bölüşəcəm. Bu görmüş olduğunuz dərmandır. Bu spektomitsin tərkibli antibiotikdir. Bu çəpişlərdə ən çox qarın ağrısına səbəb olan E. coli'dir, salmonelladır və digər bakteriyalar əleyhinə bir dərmandır. Bunu bir sıxım verdikdə hər bir balaya ilk 48 və 24 saat ərzində 6 ay balalar qarın ağrısından artıq uzaq olmuş olur. Ondan sonra da mədə bağırsaq florası tam formalaşdığına görə, antikor əmələ gəldiyinə görə ciddi bir fəsadı olmur. Demək, ilk 24 saat ərzində maksimum 48 saatda bu dərmandan bir sıxım hər bir çəpişə biz verdik, verə bilərsiniz. Kimlər istəsə adını da bölüşə bilərəm, istifadə eləyərsiniz. İlk bunu eləmişik. İkinci bir məsələ göbək baxımı, göbək qulluğu. Yəni yeni doğulan balanın göbəyinin yod məhlulundan, iodinlə dezinfeksiya olunması, silinməsi. Oradan da balalar hansısa bir infeksiya keçə bilər. Əsas infeksiya mənbələrindən biri də onların göbəkləridir. Çünki açıq yaradır, açıq olur və oradan balaya hər bir infeksiya keçə bilər. Buna diqqət eləmək lazımdır. Üçüncü məsələ nədir? Üçüncü məsələ çəpişlərin ilk doğulduğu andan ilk 2 saat ərzində analarından o ağız südünün qəbul olunmasına diqqət eləmək lazımdır. Çünki anada olan bütün xəstəliklərə qarşı antikorlar balaya həmin o ağız südündən ötürülür. Nəyə görə bunu ilk saatlarda və yaxud da ki, maksimum ilk yarım gündə eləməliyik? Çəpişin mədə bağırsaq sistemində o sorucu dəliklər ki var, mədəsində olan bağırsaqlarında olan o sorucu gözlər, bulama bilirsiniz ki, qatı olur və bunu ilk gündə həmin o gözlüklər böyük olurlar, bulamanı sorub, əmib heyvanın bədəninə ötürə bilirlər. Birinci gündən sonra artıq o dəliklər normal keçilərdə olduğu kimi balacalaşdığına görə bir gündən sonra çəpişə verilən bulamanı onsuz da həzm eləyə bilmədiyinə görə qarın ağrısından atır və çəpişlər artıq kənardakı olan o bütün xəstəliklərə qarşı müqavimətsiz olur və %95 ehtimalla da yaşamır, yəni balalar ölürlər. Buna ciddi şəkildə diqqət eləmək lazımdır. Bu üçüncü məsələ idi. Dördüncü məsələyə gəldikdə, dördüncü məsələ nədir? Bizim əvvəlki videolarımızda görmüşdünüz, çəpişlərin qaldığı yer, şərait yaxşı olmalıdır. Yəni altları quru olmalıdır və görürsüz bu il Allaha şükür bizdə ızqara sistemi elədik, onun üzərinə saman tökmüşük. Çəpişlərin altı qurudur. Nəyə görə quru olmalıdır? Çünki nəm olduqda nə baş verir? Orada bakteriyalar əmələ gəlir və göbək vasitəsindən ağzı çəpiş çünki bilmir, nə gəldi, ağzını ala bilər balaca çəpiş. Oradan onlara müxtəlif xəstəliklər keçə bilər və bu da qarın ağrısı və digər ölümcül fəsadlara gətirib çıxara bilər. Ona görə məsələn, altda saman töksəz belə, bizdə ızqara olduğuna görə onun nəmişliyi aşağı gedir. O maksimum çalışmaq lazımdır ki, o samanı tez-tez dəyişəsiniz ki, altda o nəmiş, sulu təbəqə əmələ gəlməsin, bakteriyanın inkişaf üçün münbit şərait formalaşmasın. Buna diqqət eləmək lazımdır dördüncü olaraq. Beşinci olaraqsa tövlənin daxilindəki istər hava olsun, havanın temperaturu olsun, havanın təmizliyi olsun, buna ciddi şəkildə diqqət eləmək lazımdır. Və bu il bizdə təcrübə göstərir ki, bala üçün komfortlu temperatur hansıdır?
Yəni burada qarnı tox olduqdan sonra bunu demişkən bunu da vurğulayım, ondan sonra digər məsələdən danışaq. Demək, əgər şəraitiniz olsa, daha yaxşı olar ki, bala ilk 5 gün, 1 həftə, ən azından bir 5 gün anasının yanında qalsın. İstədiyi vaxtı süd əmsin, istədiyi vaxtı yatsın, inkişafı düzgün getsin. Yəni yox, əgər bizdəki kimi belə imkan yoxdursa, onda heç olmasa ən azından gün ərzində balanı bir 4 dəfə, 5 dəfə, 6 dəfə anasına vermək lazımdır. Baxın, burada bizdə temperatur hal-hazırda 19 dərəcədir. Çəpişlərin altı quru olduğuna görə, qarınları tox olduğuna görə hətta bu temperatur belə onlar üçün artıq çoxdur. Yəni bəziləri nəfəs almasından hiss olunur ki, istilənirlər. Ona görə bu dəqiqə tövlənin də qapısını açıq qoymuşuq ki, biraz hava temperatur sabitlənsin. Plus pəncərələr açıqdır ki, hava işləsin yuxarıdan və ən əsası da o amoniak qoxusu ki var, tövlənin içindəki o kəskin qoxu. Onun üçün də 3 dənə yerdən havalandırma qoymuşuq. Bu havanı yuxarıdan isti hava ilə qalxan amoniak qoxusunu sorub aparsın ki, bu niyə altı bir də quru olmalıdır? Bunu nəyə görə dedim sizə? Çəpişin altı nəmi olduqda o amoniak qoxusu birbaşa onun ciyərinə gedir. Bu da çəpişləri öskürdür və ağciyər fəsadlarına gətirib çıxara bilər. Bu da balaları öldürə bilər, yəni. Bunda ciddi fəsadlar ola bilər. Və bayaq dediyim kimi, içərinin temperaturu bizim təcrübə göstərir ki, 15, 16, 14 dərəcə ən idealıdır. Ən komfortlu hiss elədikləri yerdə altı quru olduqdan sonra. Plus da balalar məsələn, qarınları tox olsa, soyuqdan heç bir qorxusu yoxdur, yəni bunların. Əsas içəri küləkli olmasın, hava çəkən olmasın, nəmişlik olmasın, içərinin havası təmiz olsun. Temperatur da dediyim kimi 15, 16 dərəcə, 14 dərəcə bunlar üçün ideal, komfortlu hiss eləyəsizlər. Altları quru olandan sonra. Bir də məsələn biz bu dəqiqə bir həftə, bir 5 günlük keçəndən sonra balaları gündə 3 dəfə undur anasına verə bilirik. Ondan artığı fiziki olaraq mümkün deyil. Amma məsələn daha balaca olanları 5 günə qədər olan balalarsa gündə bir 5 dəfə, 6 dəfə hər 4 saatdan bir, 5 saatdan bir çalışırıq analarına verək ki, çünki onların mədəsi balacadır, az süd əmirlər, tez bir şəkildə də acırlar. Qarnı ac olan bir balada, qarnı südə doymayan bir balada soyuğa qarşı da müqavimətsiz olasıdır, xəstəliklərə qarşı da müqavimətsiz olasıdır, inkişafı da zəif gedəsidir. Yəni, buna diqqət etmək lazımdır. Balanın qarnı tox olsun, altı quru olsun, içərinin temperaturu yaxşı olsun, hava içəridə təmiz olsun və bayaq dediyim o dərmanı da tətbiq eləsək, bundan sonra inşallah ki, çəpişlər daha doğru şəkildə inkişafları gedəsidir və fəsadda daha az olasıdır. Yəni, çünki qarın ağrısı çəpişi ciddi şəkildə geri salır. Yediyini həzm edə bilmir, boş-boşuna elə bil ki, yeyib, qarın ağrıyır, çıxır gedir, inkişafdan geri qalır. Bu da ümumi təsərrüfata çox ciddi ziyandır. Hətta bəzi bizdə neçə dəfə oldu, ölüm hallarda ümumiyyətcə insanı həm həvəsdən salır, həm əziyyət itir, yəni. Belə balalar gözün qabağında ölür gedir. Ona görə biz bu il bu şəkildə elədik. İnşallah sizlərin də hansısa bir əlavələriniz olarsa, fikirləriniz olarsa bizlə bölüşsəz, şad olardıq. Biz də sizlərdən nələrsə bilmədiklərimizi öyrənmiş olarıq. Allah hər kəsin təsərrüfatına bərəkət versin, əziyyətinin min qarşılığını versin inşallah. Növbəti videolarda görüşərik. Allah amanında.